Bizim bugünkü dərsimiz bilik və onun növləridir. Bilik dedikdə ümumiyyətlə məzmun standart iki hissədən ibarət olur. Bilik və fəaliyyət. Bunun bilik hissəsi şagirdin öyrənəcəyi məzmundur. Fəaliyyət hissəsi isə şagirdin dərsdə onu tətbiq etməsi, yəni dərsdə nə edəcəyi ilə bağlıdır. Ümumilikdə bilik müəllimdən şagirdə ötürülən informasiyadır. İstər müəllimdən şagirdə, istər şagirddən şagirdə olaraq bir-birimizi ötürdüyümüz və qəbul etdiyimiz informasiyadır. Biliyin, bunlar söz yığında burada çox qalıb uzatmaq istəmirəm. Əsas bizə testlərdə düşən hissəsi və qəbul suallarından biri olan bu biliyin növlərindən düşəcək. Biliyin növləri faktoloji, konseptual, prosedual, metakognitiv bilikdir. Birinci başlayaq faktoloji bilikdən. Faktoloji bilik məlumat xarakterli bir bilikdir. Yəni, faktlarla, sübutlarla danışılan bir bilikdir. Hansı ki, Bloom'un idrak taksonomiyasının əsasən aşağı təfəkkür səviyyəsində yadda saxlamaq uyğun gəlir. Yəni, desək ki, testlərdə indi biz növbəti dərslərdə, bundan sonraki dərslərdə Benjamin Bloom'un idrak taksonomiyası düşəcək. Amma test işləyən zamanda qarşımıza çıxacaq ki, bu faktoloji bilik, Bloom'un idrak taksonomiyasının hansı səviyyəsinə uyğundur? Aşağı səviyyəsinə. Niyə? Çünki xatırlamaq mərhələsinə, yəni yadda saxlamaq uyğun gəlir. Hamıya məlum olduğu kimi, məqsədə çatmaq, uğur qazanmaq üçün əlaqəli faktları bilmək lazımdır. Misal üçün, satıcının satdığı məhsul və ya xidmət haqqının faktlarıdır, zəruri məlumatların bilinməsidir, hər hansısa bir məlumatla bağlı faktlarla, sübutlarla danışmağımızdır. Faktoloji biliyin özü iki yerə bölünür. Terminoloji və spesifik bilik. Terminoloji bilik terminlərdən danışır. Yəni, hər hansısa bir sahəyə, peşəyə, ixtisasa aid olan termindir. Yəni, elə bir biliyin növünü adlandırırıq ki, müəllimlərin öz sahəmiz üzrə istifadə etdiyimiz sözlərdən, yəni terminologiyalardan danışır. Yəni, müəllimələr, terminoloji bilik dedikdə, siz əgər testdə hər hansısa bir fənnə aid olan düstur, hər hansısa bir sahəyə aid olan elmi adlar görərsinizsə, avtomatik olaraq götürürük terminoloji bilik. Misal üçün, fotosintez, tangez, kotangez, morfologiya, sonra həkimlik, rəssamlıq, müəllimlik, bunlar terminoloji bir şeydir, yəni termindir. Və yaxud da ki, ədəbiyyata aid olan hər hansısa bir janrlar, qoşma, daha sonra qıfılbənd və yaxud da ki, hər hansısa ixtira adları, kəşf adları, bunların kimya, fizika aid ola bilər, misal üçün alkenlər, daha sonra nələri deyə bilərik, təcilin düsturları, sonra cəryan, bunların hamısı terminoloji bir bilikdir. Spesifik bilik isə hər hansısa bir şəxsə, şəxs dedikdə yazıcı, şair, tarixi şəxsiyyət, rəssam, bunlar ola bilər. Və yaxud da ki, roman, şeir, təbiət hadisələri haqqında məlumat verməkdir. Bu məlumatı da dəqiq və aydın verməkdir. Misal üçün, yer haqqında məlumat veririk, filan yerə getmişdim, filan yerdə filan şeylər var idi, kimi dəqiq məlumatlar verməkdir spesifik bilik. Yəni, olduğu kimi məlumatı vermək. Əlifbada 32 hərfin olmağı, yəni 32 rəqəmlə varsa, bu spesifik bilikdir. Amma onun içərisində Azərbaycan dilinə aid olan hər bir şey terminoloji bilikdir. Və yaxud da ki, hər hansısa bir şairin neçənci ildə anadan olmağı, illər varsa, günlər varsa, daha sonra tarix varsa, rəqəm varsa, Rum rəqəmləri varsa, bunların hər biri spesifik biliyə aiddir. Misal üçün, fiziki tərbiyədə deyirik ki, hər hansısa bir şəxs dünyada ən sürətli qaçan idmançı olubdur. Bax, bu adamın adını çəkirik və onun haqqında deyirik ki, filankəs sürətli qaçan olubdur. Dəqiq deyirəm də, yəni bu adamdır qaçan sürətli. Bax, bu spesifik məlumatdır. Amma deyirəm ki, misal üçün, fiziki tərbiyədə penal var, adrenalin var, aksel var. Bax, bu terminoloji bilikdir. Və yaxud da ki, tarixdə deyirəm ki, 1612-ci ildə Səfəvi ilə Osmanlı dövləti arasında İstanbulda yeni sülh müqaviləsi bağlanıbdır. Bax, ili deyirəm 1612-ci ildə. Dəqiq dedim ki, bu ildə bağlanıb. Bax, bu spesifik bilikdir. Amma tarixdə desəm ki, feodalizm, xronologiya, sosializm, kapitalizm, bunların hamısı terminoloji bilikdir. Və yaxud da ki, Azərbaycan dilində deyirəm ki, feilin zamanlarının
işin ne zaman icra edildiğini bildirir. Yani indiki zaman, geçmiş zaman bu spesifikdir ki bu hadisəni keçmiş deyilir, bunu indi eləyir, bunu gələcək deyiləcək. Bu spesifikdir. Ama fonetika, leksika, sintaktik, orfografiya, sinonim, orfepiya, fiil, isim, say, samit, sait bunların hamısı terminoloji birlikdir. Daha sonra isə gəlirik konseptual biliyə. Konseptual isə anlamanı yoxlayır. Yəni faktoloji bilik xatırlamanı, yada salmanı yoxlayırdısa, konseptual bilik anlamanı yoxlayır. Konseptual bilik hər hansısa bir sahə üzrə prinsiplərdir. Yaddaşımızdakı biliklər arasında qarşılıqlı əlaqəni açıq və ya gizli başa düşməyimizdir. Bir şeyi dərk eləməyimiz, anlamağımızdırsa, bu avtomatik olaraq olur konseptual bilik. Konseptual biliyin 3 əsas kateqoriyası var. Təsnifat və kateqoriya, prinsip və ümumiləşdirmə, nəzəriyyə, model və strukturlar. Baxın, biz bunu uyğunlaşdırma kimi məntiqi ardıcılıq, misal üçün verər təsnifat, kateqoriya, prinsip, nöqtələr qoyar, ardıca verən nəzəriyyə, model, struktur, biz ümumiləşdirmənin yerini tapmalıyıq. Yəni bunu belə məntiqi kimi də verə bilər. Və yaxud da ki, deyər ki, şagird məlumatlar arasında təsnif etməni bilir və yaxud da iki məlumatı əldə etdiyi məlumatı kateqoriyaya ayırır. Bu da avtomatik olaraq olur konseptual bilik. Baxın, faktoloji ilə konseptual arasında nəyi aydınlaşdıra bilərik? Yəni qatmamaqdan ötürü. Faktoloji bilik deyirik ki, Şeyx Səfi kompleksi harada yerləşir? Filan yerdə yerləşdiyini mən deyirəm. Bax, bu faktolojidir. Amma deyirəm ki, öyrəndiklərini ümumiləşdirərək Şeyx Səfi kitabxanasının məşhur olma səbəbini müəyyən elə. Səbəb müəyyən eləyirəmsə, deməli, mən bunu anlamışam ki, səbəbini müəyyənləşdirə bilirəm. Və yaxud da deyirəm ki, avar əlifbası neçənci yüzillikdə tərtib olunub. İl deyirəmsə, vaxt deyirəmsə, faktoloji biliyin spesifikasiyası. Amma deyirəm ki, bir də belə konseptual bilik kimi deyə bilərəm ki, Şimali Qafqaz və Volqa boyu türklərin təhsil sistemini müqayisə elə. Deməli, neyinirəm? Şimali Qafqazla Volqa boyu türklərin təhsil sistemini anlayıram, başa düşürəm. Bunlar arasında müqayisə eləməyə bacarıram. Bu da konseptual bilikdir. Gəldik indi biz prosedual biliyə. Prosedual bilik isə bir texnikadan, bir metoddan, bir ardıcıllıqdan danışır. Yəni, işini yerinə yetirmək əməliyyatını bilir, problemi həll etmək üçün hərəkəti ardıcıllıqla yerinə yetirir. Tapşırıq yerinə yetirən zaman bunları düzgün şəkildə həyata keçirir. Bunlar prosedual bilikdir. Prosedual bilik adından da məlum olduğu kimi algoritmlər, proseslər varsa, hər hansısa bir şey yerinə yetirərkən metodlardan, daha sonra texnikalardan, bacarıqlardan istifadə edirsə, bu avtomatik olur prosedual bilik. Yəni, prosedual biliyi əldə edərkən şagird artıq işi icra etməyin yolunu öyrənmiş olur. Misal üçün, şagird deyir ki, mən qarın ağ olduğunu bilirəm. Qarın ağ olduğunu bilirsə, bu faktoloji bilikdir. Amma desə ki, mən maşını necə işə saldığımı bilirəmsə, bax, ardıcılığı bilir, işə salma texnikasını bilir. Bu prosedual bilikdir. Prosedual bilik problemləri həll etmək üçün hərəkət ardıcılığını yerinə yetirməlidir. Və yaxud da belə deyə bilərik. Prosedual biliyə deyirik ki, şagird məsələnin həlli yolunu bilir. İdrak olaraq yadda saxlamaq, yəni bunu prosesi yerinə yetirməyi bacarır, bilir. Amma bir də deyirəm ki, şagird məsələni bildiyi yolla həll edir. Həll edirsə, artıq tətbiq etməkdir. Bunu bilirsə, idraki əsaslanır. Yadda saxlayıb ki, yerinə yetirə bilir. Amma bunun həlli yollarını bilirsə, artıq prosedur olaraq tətbiq eləyir. Daha sonra prosedual bilik şagirdin bacarığı əldə etməsini müəyyən müddətdən sonra vərdiş halına ala bilər. Yəni testdə desə ki, prosedual bilik bir müddətdən sonra avtomatikləşir, deməli bu düzgündür, avtomatikləşir. Bir də desə ki, prosedual bilik mütləq tətbiq etmək lazımdır. Xeyr, mütləq tətbiq etmək lazım deyil. Mən bunu nəzəri olaraq sözlərlə desəm də ardıcılığı prosedual bilikdir. Mən bunu gedib bu işi yerinə yetirsəm də prosedual bilikdir. Hətta belə bir şey də deyim. Misal üçün deyirik 5 üstə gələk 5 bərabərdir 10. Bax bu 5-in üstünə 5 gəlməyimiz bu prosesdir. Bir prosesi yerinə yetirirəm. Yəni bunu tətbiq edirəm. 5-in üstünə 5 gəlmək
Dedik bu gedirik, yazırıqsa bu prosedualdır. Hətta belə deyirəmsə də prosedualdır. Amma alınan cavab faktoloji bilikdir. Yəni spesifikasiyasına daxildir. Mən dəqiq bildim ki, 5-in üstünə 5 gələndə 10 edir. Gedən misal prosedual, alınan cavab isə faktoloji bilikdir. Faktoloji biliyin də spesifikasiyasına daxildir. Çünki orada rəqəmlər var. Biz demişdik, rəqəmlərlə varsa avtomatik olaraq olur. Spesifik bilik. Sonra gəlirik biz nəyə? Gəlirik metakognitiv bir biliyə. Metakognitiv bir bilik ən üstün bir bilikdir. Yəni meta olan bir şeydir. Metakognitiv bilik insanın öyrəndiklərinin özü üçün nəticə çıxarmasıdır. İnsan ömrünün sonuna qədər bilirik ki, təcrübə qazana-qazana, yəni öyrənməyi öyrənir. Öyrənməyi öyrənmək də metakognitiv bir bilikdir. Burada da özü üçün nəyin səmərəli olduğunu, nəyin səmərəsiz olduğunu, uğur qazanmaq üçün hansı hədəflərə, hansı strategiyalardan istifadə etməyin hamısı metakognitiv bir bilikdir. Metakognitiv bir bilikdə strateji bilikdir, idraki bilikdir və şagirdin özü haqqında bilikdir. Ən əsası yadımıza saxlayırıq ki, özü, sözü varsa metakognitiv olur. Yəni birbaşa şagirdin özü ilə bağlı olur. İnsan üçün səmərəli yol müəyyənləşdirirsə, götürürük metakognitiv bilik. Özünü qiymətləndirməyi bacarırsa, götürürük metakognitiv bilik. Mənfi və müsbət tərəfi görə bilirsə, götürürük metakognitiv bir bilik. Özü üçün faydalı olan üsulları müəyyənləşdirə bilirsə, yenə götürürük metakognitiv bir bilik. Bunları da ümumiləşdirdikdə oldu metakognitiv bir bilik. İndi ümumi olaraq misal göstərmək istəyirəm. Bir faktolojiya, eyni misalı bir faktolojiya göstərəcəm, bir konseptuala göstərəcəm, bir prosedura, bir də metakognitiv biliyə. Deyirəm ki, saat nə üçündür? Nə üçündürsə deyirəmsə, bu hansı biliyorlar? Bu faktoloji biliyorlar. Çünki saatın nə üçün olduğunu faktlarının sübutlarına danışıram. Bir deyirəm ki, bir çox insanın günün 30%-ni yatdığını söyləmək məntiqlidirmi? Nə üçün? Məntiqlidirmi? Nə üçün sualı varsa, avtomatik olaraq götürürük konseptual bilik. Çünki nə üçün olduğunu mən bilə bilirəm. Yəni ki, insanın niyə 30% yatdığını, mən bunu söyləyirəmsə, bunu başa düşürəmsə, başa düşüb söylədiyim üçün olur konseptual bilik. Bir də deyirəm ki, əgər bir insan 7 saat yatırsa, bu bir günün neçə faizini təşkil edir? Artıq neynirəm mən? Burada bir proses var. Mən bu ardıcılığı tapmalıyam, hesaplamalıyam ki, neçə saat yatdığını faizlə ifadə edə bilim. Bu olur prosedual bilik. Çünki burada bir proses var. Bir də metakognitivə gəlirəm. Deyirəm ki, sənin sağlamlığında yuxu rejiminə əməl etməyin nə kimi rolu var? Mən də özüm üçün nəyin faydalı olduğunu, nəyin faydasız olduğunu, bu da metakognitiv bir bilik olur. Ümumiləşdirdikdə dedik ki, metakognitiv bilik özü ilə bağlı olan hər bir şey metakognitiv bir biliyə daxildir. Bir dənə də misal göstərirəm, dərsimizi yekunlaşdırırıq. Deyirəm ki, fonetika bölməsinin nəyi öyrəndiyini söylə. Məndən söyləməyimi istəyirsə, mən faktlarla, sübutlarla deyirəm. Fonetika danışıq səslərindən bəhs eləyir. Mən bunu yadıma salaraq faktla dedim və bu faktolojinin terminologiyasına daxil oldu. Bir də deyirəm ki, fonetika bölməsi ilə bağlı öyrəndiyini ümumiləşdir. Mən neynəməliyəm? Anlamalıyam ki, ümumiləşdirə bilim. Və yaxud da mən bunu dərk eləməliyəm ki, ümumiləşdirə bilim. Olur konseptual bilik. Deyirəm ki, sözün fonetik təhlil yolu necə aparılır? Təhlilin necə olduğunu bilirəmsə, prosedual bilikdir. Ümumiyyətlə, necə sualına cavab verirsə, prosedual, nə üçün sualına cavab verirsə, konseptualdır. Bir də eyni misalı metakognitivə götürək misal. Deyir ki, fonetika bölməsi ilə bağlı sənin zəif və güclü tərəfin hansıdır? Mənlə bağlıdır. Mənim zəif və güclü tərəfim deyirsə, bu da olur metakognitiv, yəni insanın özü ilə bağlı. Bugünkü dərsimizdə bu qədər müəllimələr.